Bu panelin sonuncu spikerinə vermək istəyirəm sözü. O, dijitalda neyromarketing mövzusunda çıxış eləyəcək. Babaxan Məliklini dinləyəcəyik. Buyurun. Dijitalda neyromarketing. Əslində çox böyük yük düşüb. Hamı çıxış elədi, 11 spiker. Bir də mən çıxış eləyəcəm indi. Mən istəyirəm özümü təqdim edeyim. Mən Babaxan Məlikli, rəqəmsal marketing üzrə mütəxəssis. Burada gördüyünüz şəkillər bundan əvvəlki, bir 2 il bundan əvvəlki tədbirdən şəkildir. Bundan əvvəl, bu 1 il əvvəlki məsələn hansısa seminarımdakı olan çıxışımdır. Bu da tələbələrimlə olan məzuniyyət törənlərindən birindəndir. Mütəmadi olaraq rəsmi şəkildə ya dərs deyirəm, ya konsultasiya, ya da ki, kompüter əlimin altında işləyirəm. Adətən 18 saat işləyirəm. Amma bir də mənim bir eşqim var, hansı ki, qeyri-rəsmi mən. Bu nədir? Mən frizbə oynayıram. Yaşlılar arasında bu oynadığım frizbiyə qazan qapağının arxasında qaçan uşaqlar adlandırırlar bizi. Hərçənd ki, belə adlandırsalar belə, Azərbaycanı bu idman növü üzrə artıq ikinci beynəlxalq yarışda ki, təmsil edirik. Keçənlərdə bir 4 gün bundan əvvəl Hollandiya komandasını utduq. Çox sağ olun. Bir də mən səyahət eləməyi sevirəm, hamınız kimi. Mən də səyahət eləməyi sevməyən aramızda yoxdur. Keçək istəyirsiniz mövzuya. Mövzunun adı beyin əməliyyatı qoymuşam. Yəni bu bizim əməliyyatın adıdır, beyin əməliyyatı. Burada şəkildə gördüyünüz beyin əməliyyatından 32 saatlıq keçən beyin əməliyyatından sonra həkimlərin vəziyyətidir. Ümidvaram ki, bizim beyin əməliyyatından sonra siz bu vəziyyətə düşmərsiniz. Qutuda nə var? Qutuda nə var? Qutuda bizim hər dəfə beynimizlə oynayan müxtəlif reklamlar var ki, hansı ki, neyromarketingdən istifadə edərək bizə bəzi məhsulların satışını həyata keçirirlər. Və gəlin bu qutunu açaq və baxaq, görək bunun içərisində nə var həqiqətən də. Bir dənə istəyirəm ki, təcrübə həyata keçirək, Astara limonu. Zəhmət olmasa hamı gözünü yumsun. Gözünüzü yumun. Baxıram, gözünüzü yumun, gözünüzü yumun. Əlinizdə bir dənə Astara limonu almışsınız elə bil ki. Astara limonu əlinizdə. Bir əlinizdə də bıçaq, limon kəsirsiniz. Gündüz limon kəs. Kəsəndən sonra limonu bir dənə götür əlinə. Onu belə bir dənə sıx. Ağzındakı turşluğu hiss edirsən. Neyromarketing işlədir. Etdik. Gözünüzü aça bilərsiniz. Budur. Reklamlarda bizim istifadə edə biləcəyimiz şeylər. Başlıqlar, hər hansı biraz emosiya və nəticədə biz hissiyatı ötürə bildik. Və budur, neyromarketing işləyir. Bu da bizim limon, hamın. %90% hallarda ağız turşuluğu gəlir. 10% isə həkimə edə bilərsiniz. Getdik. Nə yiyəcəyimizi özümüz seçirik. Bəlkə də seçirik. Amma bir dənə 1957-ci ildə deyəcəksiniz ki, köhnə bir eksperimentdən danışdı, amma neyromarketingin ilk eksperimentlərindən biri olub. Bir kino, film göstərilən yerdə saniyənin 1/1000-də Coca-Cola iç, popcorn ye deyə slaytlar artırıblar. Amma bizim gözümüz heç o slaytları görməyib heç. Yəni biz onu heç hiss eləməmişik ki, belə bir şey daxil ediblər. Amma sonrasında, bu filmin sonunda eksperimenti aparan şəxs iddia edir ki, popcorn satışlarını 15%, Coca-Cola satışlarını isə 57%-ə qədər artıra biliblər. Yəni bizim beynimiz onu çox rahatlıqla başa düşür, amma biz onu şuurlu şəkildə görə bilmirik ki, orada həmin söz getdi. Deyəcəksiniz ki, popcorn və kolanı başlayan kimi alırlar, amma 1957-ci ildə elə deyildi. Həmin vaxtı siz film gedə-gedə də həmin şeyləri ala bilirdiniz. Ona görə də satışlar bu formada artmışdı. Gəlin keçək, sizə bir dənə yenə bir təcrübə deyəcəm. Çünki təcrübə ilə çox yaxşı başa düşürük biz hər şeyi. 2 toyuq təcrübəsi deyə bir şeydir. Two kitchen experiment. Bu gözəl toyuqdur, ağappaq. Görürsən, deyirsən ki, nə təbii toyuqdur, əla, super. Kənd toyuğu, kənd çolpası. O birisi isə tükü yonulmuş. Biz tərəfdə piləmiş deyirlər buna, yəni tükü tökülür deyirlər. Bir toyuq nümunəsidir. Və bir auditoriya götürüblər və auditoriyanı 2 hissəyə bölüblər. Auditoriyanın birinə 2 hissəyə bölüblər, yəni
ataram məsələn 1000 nəfər biri, 1000 nəfər də belə. Bir ilk 1000 nəfər deyiblər ki, bu toyuq təbii və dadsızdır. Amma təbiidir də, kənddə yetişib bu, kənd otu ilə böyüyüb, amma dadı çox da yaxşı deyil. İkinci toyuq deyirlər ki, bu GMO-ludur, yəni geni modifikasiya olunmuş bir toyuqdur, amma dadlıdır. Və onlardan deyiblər ki, seçim eləyin, hansı toyuğu seçərdiniz? Bir sözlə, demək olar ki, 99% hallarda bu gözəl toyuğu seçiblər. Soruşublar ki, səbəb nədir? Nəyə görə bunu seçdiniz? Deyiblər ki, biz təbiiliyə çox önəm veririk. Sağlıq bizim üçün çox önəmlidir. Dadı çox da yaxşı olmasa da olar. Okey. Keçiblər indi ikinci növ 1000 nəfərəki eksperimenti davam elətdirək. Burada rollar dəyişir. Deyirlər ki, bu artıq GMO-ludur, amma dadı çox yaxşıdır. Bu birisine deyiblər ki, təbiidir, amma dadı yoxdur. Okey, sorğu soruşublar ki, hansını seçərsiniz? Yenə bunu seçiblər. Və deyiblər ki, bəs səbəb nədir? Nəyə görə bunu seçdiniz? Nəticədə nə deyiblər? Bizim üçün dad önəmlidir, onun çox da sağlıqlı olub olmamasının bizim üçün önəmi yoxdur. Və burada nəyə nəticəyə gətirib çıxarırıq? Burada rasional və emosional qərarlar. Biz adətən hər hansı bir məhsul alanda demək olar ki, əksərən emosional bir qərar veririk. Emosional qərar verəndən sonra sadəcə qərarlarımızın altını rasional qərarlarla onları doldururuq. Yəni, mən bunu nəyə görə elədim? Yəni, bir dənə məntiqli bir neçə punkt qoyulur və bunun nəticəsində satış həyata keçirilir. Sizə bir dənə də başqa bir misal verim. Markanın adı tam olaraq yadımda deyil, amma bir firma bazara şampun istehsalına məşğuldur və bazara daxil olanda görür ki, satışlarım yaxşı getmir. Belə bir nüans istifadə edirlər ki, təbii ipəkli sabun deyə başlıqdan istifadə edirlər və görürlər ki, bizim satışlarımız əməli başlı artmağa başlayır. Sonradan bir 3 il, 4 il bundan sonra bunu CEO-sundan hansısa bir müsahibədə soruşurlar ki, necə oldu da bu? Yəni, müsahibədə özü də istəmədən deyib ki, bu təbii ipəyin saçlara heç bir xeyri yoxdur. Sadəcə biz onu ora qoymuşuq, amma həqiqətən də saçlara təsir edir. İnsanlara sadəcə səbəb lazımdır. Yəni, bir şeyi almaq üçün səbəb lazımdır. Bu, ən sonunda da mən sizə izah edəcəm ki, bunu biz kontentimizdə necə istifadə edə bilərik. Yəni, kontentdə bunu istifadə etdiyin zaman o satıyor. Yəni, sata biliyorsun. Okey. Gedək A/B testing. A/B testingi biz 2020-ci ildə pandemi dönəmində onlayn biznes kreditlərində istifadə eləmişdik bankda. Bu bir dənə produktumuz vardı, onlayn biznes kredit. Bunun müxtəlif 6 dənə üstünlüyünü banerdə göstərmişdi. Biri hesab açmadan, o birisi faizlər endirildi, biri girovsuz, o birisi qəliz maliyyə hesabatları olmadan, evdən çıxmadan və əlavə sənədsiz olaraq istifadə elədik. Sonradan bir dənə banerin xanımlar arasında 2 dəfədən çox CTR gətirdiyini gördük. Görürük ki, qadınlar ona daha çox klik eləyirlər. Baxırıq ki, bunun səbəbi nə ola bilər? Yük suaylarımızı göndərdik xanım sahibkarların üstünə. Davay gedin araşdırma həyata keçirin. Yəni, bir neçə xanım sahibkarlarından sorğu həyata keçirdik. Sonradan müşahidə elədik ki, bu nədir? Girovsuz baneri çox yaxşı satır. Dedik ki, bu nəyə görə ola bilər? Sonradan gördük ki, bu yerli sosial faktorlardır. Bizim ölkədə qadın sahibkarların özlərinin adını olan mülklər çox da yoxdur. Özlərinin adlarında mülklər olmadığı üçün, onlar üçün çox vacibdir ki, onların mülkləri, yəni hər hansı bir girovsuzsa kredit ona müraciət eləyirlər və rahatlıqla onu əldə eləmək istəyirlər. Və bundan sonraki biz hər hansı bir xanımlara biznes kreditinin reklamını göstərmək istəyəndə adətən girovsuz sözü heç vaxt əksik olmurdu bizdə. Ya bu da A/B testing edirsiniz, siz müştərini başa düşürsünüz, ona empati edirsiniz, ondan sonra oradan çıxartdığınız nəticəni banerinizdə, kontentinizdə, saytınızda istifadə edirsiniz. Çox sadə, yəni bir eksperiment üçün də bunu həyata keçirmək çox da böyük pullar lazım deyil. A/B testingdir. Sadəcə büdcəvizin bir 10%-dən yaxını istifadə edib test edirsiniz, sonradan nəticələr çıxır adətən. Okey, müştərilər qərarlarına necə təsir eləyə bilər? Yəni, müştəri qərarına necə təsir eləyək biz? Yəni, necə eləyək ki, müştəri ümumi olaraq qərarı necə qəbul eləyir? Bu, biz biraz araşdırma həyata keçirəndə FOG davranış modeli deyə bir model var. Azərbaycanda mən indiyə qədər kiminsə bunu istifadə elədiyinə rastlaşmamışam. Xaricdə də çox istifadə olunmur, amma çox da köhnədən tapılmış bir model deyil. Yenidir, patenti alınıb FOG tərəfindən. Sonunda mən onun QR kodunu qoyacağım, amma behavioralmodel.org saytından da bunu əldə edə bilərsiniz. Detallı məlumatda baxa bilərsiniz. FOG iddia edir ki, bir insanın bir məhsulu almaq üçün 3 dənə önəmli faktor var. Bunlar hansılardır? Birinci faktor motivasiya. Yəni, sənin bir məhsulu almaq üçün motivasiyan olması lazımdır. Yəni, sən bunu istəməlisən. Səbəb nəsə olması lazımdır. İkinci sənin bacarığındır. Bacarıq deyəndə, yəni bunu
marketinqin 4 P-sində, yəni locationda, yəni orada artıq place də bunun içərisinə girir, hətta price belə məsələnin içərisinə girir. Yəni əlçatan olması lazımdır həmin məhsulun sizə. Və burada bacarıq budur. Bir də hərəkət keçirici ingiliscədən trigger. Yəni trigger olması lazım. Yəni nəsə hərəkət keçirtməsi lazım. Birazdan misallarla verəcəm, tam şəkildə aydın olacaq. Burada biz nə demək istəyirik? Okay. Motivasiya. Motivasiya özü də 3 hissəyə bölünür. Birinci növbədə zövq və acı, yəni əziyyət verən motivasiyalar. İkincisi bizdə ümid və qorxu. Üçüncüsü isə sosial qəbul olma və rədd edilmə. Yəni bunlara detallı baxaq. Zövq və acı. Bu adətən insanın həyat davamlılığını təmin etmək üçün olan motivasiyalardır. Bunlar nə ola bilər? İnsan həyatda qalmaq üçün nə etməlidir? Yemək yeməlidir. Yəni biz adətən bu tipli, belə deyək ki, banerlərlə insanların zövqlərindən oynayırıq. Çox da etik deyil əslində. Foq özü də qeyd edir ki, bu tipli motivasiyadan istifadə eləmək etik deyil, amma istifadə olunur. Okay. Bu adətən bu tip motivasiyalar insanın ən önəmli xüsusiyyəti nəticəni, yəni motivasiyanın ana qaynağını anında hiss eləməsidir. Yəni sən bu motivasiyanı verirsənsə, müştəri anında onu hiss eləyir. Yəni bu motivasiyanın ən böyük üstünlüyü odur. Anında hiss eləyir müştəri. İkinci bir növ var ki, ümid və qorxu. Məhsulu ümid və qorxundan satmaqdır. Hansı ki biz bunu, Foq özü də bunu ən etik olan növü adlandırır. Çünki həqiqətən də doğrudur, real nümunələr. Məsələn, lotereya. İnsanlar nə edirik? Ümid veririk. Deyirik ki, yəni sən bunu al, 1 milyon dollar qazana bilərsən. Deyirsən ki, ümid də, mən buradan nə edirəm? Nəsli bütün krizisdən çıxardaram deyirsən. Amma indi görək nə olacaq. Adətən də olmur. Okay, ikinci məsələ isə artıq, məsələn, qorxu. Qorxuyla nə edə bilərik? İnsanlara deyə bilərik ki, məsələn, sən bu sığortanı etdirməsən, evin yanacaq. İnsanlara belə fikir formalaşır ki, mən sığorta etdirdim, evim yanmayacaq. Və əslində evin yanandan sonra sadəcə onun pulunu təmin edirlər. Sadəcə sən içindəki o gözləmə çox pis bir hissdir. Oturursan, gözləyirsən. Gözləmə ya qorxu yaradır, ya da ki, ümid. Onun üçün də bu ikisindən istifadə eləməliyik. İstifadə edib satış eləməliyik, təbii ki. Okay. Bu motivasiyanın da ən önəmli xüsusiyyəti anında nəticəni görmürsünüz. Ümid və qorxuda anında nəticəni görmürsünüz. O həmişə uzun vadəli, gələcəyə yönəlik olan nüanslar olur. Okay. Bura başqa bir misalda, məsələn, antivirus deyə bilərik. İnsanlar antivirusunu yükləyir. Qorxu var, kompüterim xarab olacaq. Kompüterimə virus düşəcək və mənim kompüterim çökəcək. Və bunun nəticəsidir ki, biz o antivirusu yükləyirik. Və yaxud da ki, ümidə bir dənə də misal verim, tanışlıq proqramları. İnsanlar tanışlıq, Tinderə niyə girir? Tinderə daxil olur ki, ümid var da orada. Ümid var ki, kimləsə tanış olacam. Yəni, bu da gələcəyə yönəlik bir hadisədir. Yəni, sən insanların motivasiyanı gələcəyə yönəlik, ümid üzərində qurursan. Gedək, sosial qəbul olma və rədd edilmə. Bu isə sürüdən ayrı qalmamaq prinsipinə irəliləyir. Yəni, bu bizim məşhur markaların satış strategiyaları adətən bunlar üzərinə qurulub. Yəni, insanlara bizim buradakı motivasiyamız marka məhsulları məsələn alınması buna misaldır. Yəni, hamı iPhone işlədir, sən də iPhone işlət. Niyə sürüdən ayrı qalma? Həqiqətən də iPhone işlədən kuruq, bir dənə Android işlədən həmişə adam olur orada. Məsələn, Nizahat adətən Android işlədir. Həmişə onun postlarından da görə bilərsiniz. Yəni, onu sıxışdırırlar hər dəfə. Onu dözmək, yəni həqiqətən də yaxşı bir ürək istəyir də, yəni dözmək də, yəni də sən o markanı almırsan. Və yaxud da ki, bəzən bizi məcbur edirlər ki, filan qol saatı taxmalısan, filan bir şey. Bunların hamısı, yəni sürü psixologiyası, yəni insanın digərlərindən geri qalaramsa, yəni, bu əslində ən ilkel, yəni ən birinci olan motivasiya üsuludur. O vaxtdan ulu babalarımız qəbilələrdə, sən birdən o qəbilədən kənar qalsan, sən dışlanacaqsan. Sən bundan sonra hər hansı bir canavar gəlib yeyəcək, mağarada olmayacaqsan, bu tipli nüanslardır. Yəni, hamısı bizim ulu babalarımıza gedib dayanır. Okay, keçək indi bacarığa. Çünki düzgün şəkildə sizin bacarığınız yoxdursa, yəni bir şeyi eləyə bilməyəcəksinizsə, məsələn, bir motivasiya ilə bağlı bir nüans danışım. Siz qərar vermişsiniz ki, bundan sonra sağlıqlı qidalanacaqsınız. Mən bundan sonra ancaq kələm yeyəcəm, brokoli yeyəcəm. Bu tipli nüanslar olacaq. Amma siz, məsələn, köçmüsünüz, bir aylıq ezamiyyət etmişsiniz, Kürdəmirdə qalırsınız. Okay. Kürdəmirdə bunların heç birini tapa bilmirsiniz.
Deyirsiniz ki, mən necə eləyəcəm mən bunda? Görürsünüz, bacarıq itirildi. Və siz avtomatik olaraq motivasiyanız çox yüksək olsa belə, sizin onu etməyinizə bacarığınız olmadığı üçün, yəni ability olmadığı üçün, bu ola bilər ki, maliyyə qaynaqları və resurs qaynaqlarından da siz onu həyata keçirə bilmirsiniz. Onun üçün də maksimum şəkildə sadələşdirmək lazımdır. Sadəlik motivasiyadan daha üstün. Yəni, bir yaxlarda bildirdik ki, biz orada müştərinin biz datalarına baxırıq ki, müştəri harda qırılır, müştəri A nöqtəsinə B nöqtəsinə gedəndə hansı steplərdən keçir. Məsələn, 5 dənə step keçəndə, 7 dənə step keçəndə bunları maksimum sadələşdirmək lazımdır. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Mənim poçt indeksim, nənəmin qızlıq soyadının 3-cü nömrəsi. Yəni, o keçən dəfə elə tipli bir şeylər olur. Keçən dəfə Ayhan Hocayda səhv eləmirəmsə bir dənə roamingini açmaq istəyirdi, hər şeyi soruşdular da. Yəni də bir sadələşdirmə yoxdur. 10 dəqiqə yəni bir dənə nəyəsə açmağa suallar soruşdular. Bu da onun kimidir. Yəni sadələşdirmək. Maksimum nə qədər sadə olsa, bir o qədər də yəni sadəlik motivasiyadan daha üstündür. Yəni bir prosesdə. Okey. Davam eləyək. Üçüncü isə hərəkət keçirici, yəni triggerdir. Bu trigger, məsələn, siz bu tədbirə bilet almışsınız, düzdür? Bilet alanda sizə qəşəng motivasiya verdik, siz gəldiniz sayta. Buradan da defisit marketingdən istifadə edib zaman göstərgəsi qoymuşuq ki, zaman bitir, tez eləyin almağa. Biz bura bunu qoymasaydıq, heç bu burada olmasaydı, məsələn, aşağıda bir gizli bir yerdə olsaydı, yəni triggerimiz olmasaydı, hərəkət keçirimiz, avtomatik olaraq siz onu almayacaqsınız. Yəni, düzgün vaxtda, düzgün yerdə hərəkət keçiriciyə, call to actionlardan istifadə eləmək. Məsələn, call to actionlara bir dənə misal deyim. Hansısa supermarketə girəndə, orada bir dənə xanım dayanır ki, bunun dadına baxardınızmı? Yoxsa o sadə dayansaydı, kimdir onun gelib dadına baxan? Kimsə müraciət eləyir, hərəkət keçirici. Biz buna digitalda call to action adlandırırıq, CTA-lər, yəni buttonlardan istifadə edirik. Bir də başqa bir şey, sizə anidən bir dənə mesaj gəlir. Həyat yoldaşınız yazır, uşağa pampers al. Nida. Bu çox gözəl triggerdir. Yəni, sən zaten bunu alacaqdın, amma sənə bir dənə də trigger gəlir ki, bunu almalısan. Okey. Davam eləyək buradan. Bu isə müvafiq yəni, hərəkət keçirici olmadan motivasiya qabiliyyət yüksək olsa da yenə fəaliyyət həyata keçmir. Davam eləyək. Burada nəticəyə gəldiysə, müştərilərin emosiyalarına toxunacaq başlıq və vizuallardan işlətmək lazımdır. Yəni, insanları nə edirik? Emosiyalarla gətiririk. İnsanlara, məsələn, bir biznes krediti satmaq istəyirsinizsə, adamlara gözəl bir biznes modeli göstərin, sənin olacaq, filan bir şey olacaq. Bundan istifadə eləyin. Sonra altın başlayın məhsulla bağlı punktlar doldurmaq. Altına doldurun da rasional şeylərdə, punktları doldurun da. İnsanlar elə düşünsünlər ki, əslində buna görə alırlar, amma əslində ona görə almırlar. O birinci gördükləri emosiyaya görə alacaqlar onu. Birinci, lap başlıqda olan emosiyaya görə alacaqlar. Emosiyalarına təsir edən nüans verir. Çünki o onu istəyir, onun hissləri ilə oynayır. O artıq, mən deyim ki, tutaq ki, ümid və qorxu və yaxud da ki, acı, yəni və yaxud da ki, o zevk və yaxud da ki, orada sosial rədd edilmə. Bunların hansı üstündür, hansı zəifdir deyə bir şey yoxdur. Sadəcə sizin olduğunuz potensial müştəriyə uyğun olaraq bunu eləyəcəksiniz. Yəni, empati quracaq. Empati nəticəsində baxacaq ki, onun pain pointu nədir, yəni ağrıları nədir. Ona siz onu necə, belə deyək ki, emosiyalarla oynaya bilərsiniz. Onu artıq başlıqlarımızda, vizuallarımızda və ya web saytımızda istifadə edəcəyik. Sonrasında isə artıq məntiqli arqumentlər verin ona. Məntiqli arqumentlər verin ki, ondan yapışa bilsin. Sabah bir gün ondan gəlib kimsə deyəndə ki, bu evi niyə alırsan, bu maşını niyə alırsan? Adam desin ki, bu nə bilim quş tükündən hazırlanmış airbag-i var. Əslində heç bir təsiri yoxdur. Və yaxud da ki, bunun dərisi falan bir şeydəndir. Maşını sürməyə heç bir təsiri yoxdur. Amma adama bir bəhanələr verin ki, başqalarından gedib mübahisə apala bilsin. Çünki insanlar xoşlayır da başqası nəsə eləyəndə ona mane olsun ki, bunu eləmə, bu belədir, elədir. Onlarla mübarizə aparması həm də özümüzün o məntiqimizlə olan müzakirəmizdə. Yəni axşamlar oturub fikirləşirəm, mən bunu niyə almalıyam? Özünə özünə sayırsan da 5-6 dənə punktda. Bolluca punkt verin. Nə qədər punkt verirsiniz, o qədər axşı satılacaq. Bir də onlara hərəkət keçirəcək xırda CTA-lər qoyun. Yəni adam call to action olması lazımdır. Amma call to actionlar belə olmasın da 50.000 manatlıq maşın satırsınız web saytın içərisində. Düyməni qoymusunuz, indi alın. Belə düymə işləməyəcək təbii ki. Yəni 50.000-lik maşını indi alın necə ola bilər? Test yürüyüşünə gəlin. Bizim konsultasiyamızdan yararlanın, pulsuz konsultasiya. Adamı gətir, sal içəri, sonra satacaqsan. Yoxsa onu indi al işləməyəcək təbii ki. Düzgün call to action istifadə eləmək lazımdır, təbii ki.
Sonrasında isə bu QR kod biyaxları mən FOG modelindən danışdım. Sayta girərək də əldə edə bilərsiniz. Bu QR kodu oxudaraq da həmin sayta keçə bilərsiniz. FOG modelinin, yəni davranış modelinin detallı şəkildə izah edir. Videolarla izah edir. Baxa bilərsiniz oradan. Buradan sonda istəyirəm ki, mənim adım Babaxan Məlikli. İstənilən sosial media platformasında adım eynidir. Çünki mənim adım dünyada unikaldır. Ad soyadımla bir dənədir, yəni başqa yerdə yoxdur. Yəni rahatlıqla hara yazsaz mən çıxacam. Başqası heç cür tapa bilməzsə qarışdıra da bilməyəcəksiniz. Diqqətiniz üçün təşəkkürlər, hamınız dəyərlisiniz.